2026-cı ildəki ilk imtahan nəticəmə baxırıq. Əslində cavablar gün orada çıxıbdı, amma mən çox həyəcanlıydım. Bu anı video çəkmək istəyirdim. Ona görə də təəssüf ki, öz imtahan balımı bilmirəm. Sadəcə bilirəm ki, keçmişəm imtahandan. Aləmə demək üçün baxıram. Yəni qızlar o qədər hamı keçib dedilər ki, yəni o video çəkəcəyin, çək. Video çəkmək üçün həyəcanım falan qalmadı. Çalmışam 17 bal. Əsas ki, keçmişəm, ümumi 51 balım var. 34'dan girmişəm, 17 ilə keçmişəm, tutturmuşam. Əslində bu imtahanı kəsməyi düşünürdüm, hətta imtahan getməyi düşünmürdüm. Çünki 2 dəfə xəstələnmişdim, fərqli narahatçılıqlarım olmuşdu. Dedim ki, onsa keçməyəcəm, nəyə gedirəm ki, mən ora? Qızlar çox sağ olsunlar, ekranda gördüyünüz tövsiyələri verdilər. Mən də getdim. 2 adam bu balı alıbdı, bir mən almışam, biri də ki, başqa biri. O qız da əslində imtahanda harca ağlayırdı ki, artıq ağlamırdı, ağlama bərabər idi. Pis də deyirdi, yazamadığını bildirirdi. Məndən narahat idim, qalanların hamısı yaxşı bal alıbdı, hətta ən uzağı 35 alıblar.